Və Economics ölkə və dünya iqtisadiyyatında baş verən xəbərləri təqdim etməsi üçün qonşu studiyada olan həmkarım Aysel Fərziyevəyə bağlanırıq. Salam Aysel. Hər vaxtınız xeyir Günel. Aysel, buyurun, iqtisadi aləmdə nələr baş verir? Günel, çox maraqlı xəbərlərlə qarşınıza gəlmişik. TANAP layihəsi ilə bağlı bir xəbərimiz var. Eyni zamanda Cənub axını layihəsinin tikintisinin dayandırılmasından sonra Macarıstan diqqətlərini Azərbaycan qazına yönəldib. Bax, bu barədə xəbərimiz olacaq. Eyni zamanda dünyada baş verən iqtisadi yenilikləri də bizdən öyrənəcəksiniz. Buyurun, söz sizdədir. İndi isə bir qədər də ətraflı. Dünya Bankı Azərbaycanın ümumdaxili məhsul istehsalının artımını proqnoz edib. Qurumun qlobal iqtisadi göstəricilər 2015 hesabatında deyilir ki, 2015-2017-ci illərdə Azərbaycanda ümumdaxili məhsul istehsalında artım baş verəcək. Hesabata görə bu il artım 4,4%, 2016-cı ildə 4,1%, 2017-ci ildə isə 3,8% olacaq. Türkiyə bir daha TANAP layihəsinin ölkə üçün əhəmiyyətini gündəmə gətirib. Bu ölkənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu yerli mətbuata bununla bağlı müsahibə verib, bildirib ki, bu layihə Türkiyə üçün prioritetdir. Onun sözlərinə görə Trans-Anadolu boru kəməri TANAP, Azərbaycan, Gürcüstan və Avropa ölkələri üçün də çox vacibdir. Bununla da Avropa qaz tədarükünü təmin edəcək. Macarıstan Rusiyanın inşası dayandırılan Cənub axını layihəsinə alternativ axtarır. Hazırda Azərbaycandan sıxılmış qaz idxalı variantları nəzərdən keçirilir. Macarıstanın Xarici İşlər Naziri Peter Siarto belə deyib. Nazir bildirib ki, Macarıstan Rusiyadakı anbarlarından istifadə etmək məqsədi ilə rəsmi Moskvaya təkliflərini göndərib. Bununla yanaşı alternativ mənbələr də nəzərdən keçirilir. Bura Türkiyə, Yunanistan, Makedoniya və Serbiyadan idxal daxildir. Peter Siarto belə deyib. Ötən il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 113 milyon 622,4 min manat vəsait daxil olub. Bununla da proqnoza 100,2% əməl edilib. Vergilər Nazirliyindən verilən məlumata görə bu məbləğin 32,4%-i mənfəət vergisinin, 28,8%-i əlavə dəyər vergisinin, 13,8%-i fiziki şəxslərin gəlir vergisinin, 10,4%-i aksizlərin, 15%-i isə digər vergilərin payına düşür. Qeyri-neft qaz sektoru üzrə büdcəyə 4 milyard 306 milyon manatdan çox vəsait daxil olub və onu da qeyd edək ki, bu dövrdə Respublika üzrə 82.688 vergi ödəyicisi qeydiyyata alınıb, bu isə 13,4% artım deməkdir. Ölkəmizdə magistral yolların kənarında kiçik və orta güclü günəş və külək elektrik stansiyaları qurulacaq. Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin məlumatında belə deyilir, hər bir stansiya 30 kilometrlik məsafəni alternativ mənbələr hesabına əldə edilən enerji ilə təchiz edəcək. Yol qırağında təqribən biz aşkar eləmişik ki, 2,8 megawatt, bu təqribən 6 hektar torpaq tələb edir. Və belə bir torpaqların əmələ gəlməsi həmin yol ayrıcılarının xüsusiyyətlərinə görə yoldan neçə metr hansı radiusdan bu yol ayrıcıları və yol qovşaqları formalaşırsa da təqribən o qovşaqlara uyğun olaraq bizim belə bir layihələrimiz həyata keçirilir ki, hamısı nümunəvi olaraq 2,8 megawatt. İndi isə dünyada baş verən iqtisadi yeniliklərə nəzər yetirək. Rusiya üçün inkişaf dövrü artıq arxada qalıb. Ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bu fikirdədir. Moskvada keçirilən forumda Ulyukayev belə bir çıxış edib və o ölkə əhalisini bu böhranlı dövrdə sakit olmağa çağırıb. Rusiyanın maliyyə naziri Anton Siluanov isə neftin bir bərelinin qiyməti 50 dollardan aşağı düşsə, Rusiya büdcəsinin itkilərinin 3 trilyon rubl olacağını bildirib. Равновесие начинает укрепляться. Так мы с вами обсуждали, что действительно, когда есть давление, то идет давление сначала на рубль на валюту. Валюта находит свои новые. Neftin qiyməti yenə kəskin eniş nümayiş etdirməkdə davam edir. Amerikanın New York əmtəə birjasında hərraca çıxarılan light markalı qara qızılın bir bəreli 45 dollar 82 sentə təklif edilir. Brent də 0,34% ucuzlaşıb. London birjasındakı bu neft 46 dollar 56 sentə satılır.
Qızılın bir onsiyasının qiyməti 1230 dollara kimi artıb, gümüş isə əksinə 2%-ə yaxın ucuzlaşıb və 16 dollar 73 sentə təklif edilir. Digər bütün metallarda nəzərə çarpacaq eniş nümayiş etdiriblər. Fond bazarlarında vəziyyət mənfiyə doğru dəyişib. Amerikanın əsas səhmləri 0,55%-ə qədər ucuzlaşıblar. Yaponiyanın Nikkei 225 indeksi daha çox 2% eniş edib. Avropanın səhm bazarında da ucuzlaşma müşahidə edilir. Vahid valyutanın dəyəri düşməkdə davam edir. İndi avro dollar 1.1749, dollar yen 116.97, funt sterling dollar isə 1.5169-a bərabərdir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarımdır, bir avro 92 qəpik yarımdır, Rusiya rublu 1,2 qəpik, Türk lirəsi isə 34 qəpikdir. Belə hörmətli tamaşaçılar, sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə isə 497-61-57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə də qarşılaşdığınız hər hansı hadisəni Lider televiziyasına göndərə bilərsiniz. Günel, bizdən bugünlük bu qədər. Söz yenidən sizdədir.